Yuxarıdakı müqayisədə A-nın yerinə aşağıdakılardan hansı yazıla bilməz? Müqayisəyə baxaq. A böyükdür 205-dən, kiçikdir 587-dən. Variantlara baxaq. A variantında 206 yazılıb. 206 həqiqətən də 205-dən böyükdür, 587-dən kiçikdir. Deməli, bunu yaza bilərik. 319 da həmçinin 205-dən böyükdür, 587-dən kiçikdir. Uyğun gəlir. 590 587-dən böyükdür. Dostlar, 587 kiçikdir 590-dan. Yəni bu aralığa A-nın yerinə uyğun gəlmir. Cavabımız oldu C variantında. 6 təklik və 2 yüzlükdən ibarət olan nədir? Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda neçə alınır? Deməli, 6 təklik var. Onluqlarda heç nə yoxdur. 0 yazacaq. Yüzlüklərdə isə 2 yüzlük var. Bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırmalıyıq. 2-dən sonra 0 gəlib, 0 5-dən kiçikdir. Deməli, 200-ə yuvarlaqlaşdıracaq. A variantı doğru cavabdır. 3 rəqəmli ən böyük ədədin oxunuşu aşağıdakılardan hansıdır? Əvvəlcə 3 rəqəmli ən böyük ədədi tapmalıyıq. Dostlar, verilmiş ədədin ən böyük ola bilməyi üçün onun bütün mərtəbələrindəki rəqəm ən böyük olmalı, düzdür? Yəni təkliklərə də, onluqlara da, yüzlüklərə də yaza biləcəyimiz ən böyük rəqəmi yazmalıyıq. Və şərtdə bizdən rəqəmlər bir-birindən fərqli olmalıdır deyə bir ifadə qoyulmadığı üçün hər üçünə ən böyük rəqəm olan 9-u yaza bilərik. 999 ən böyük 3 rəqəmli ədəddir. Necə oxundu? 999. A variantı doğru cavabdır. Aşağıdakılardan hansının onluqlara qədər yuvarlaqlaşdırılmış şəkli digərlərinin onluqlara qədər yuvarlaqlaşdırılmış şəklindən fərqlidir? Hər üçün əvvəlcə onluqlara qədər yuvarlaqlaşdıraq. 757 ilə başlayırıq. Onluqlar mərtəbəsində 5 durub. 5-dən sonra 7 gəlib. 7 5-dən böyük olduğu üçün bir vahid artırıb 760-a yuvarlaqlaşdıracaq. 764-də baxaq. 6. 6-dan sonra 4 gəlib. 4 5-dən kiçik olduğu üçün 760-a yuvarlaqlaşdıracaq. 768-ə baxaq. 6-dan sonra 8 gəlib. 8 5-dən böyük olduğu üçün bir vahid artırıb 770-ə yuvarlaqlaşdıracaq. A və B variantındakılar 760-a, C variantında isə 770-ə yuvarlaqlaşdı. Hansı fərqlidir? 770. C variantı doğru cavabdır. Aşağıdakı müqayisələrdən hansı doğrudur? Bir-bir baxaq. 402. 402 420-dən kiçikdir, bəli. 420 də 422-dən kiçikdir, bu da doğrudur. 422 də 444-dən kiçikdir, bu da doğrudur. Dostlar, A variantı doğru cavab oldu. Digərlərinə baxaq. 569 596-dan böyük ola bilməz. 569-un onluqlar mərtəbəsində 6 durur, 596 isə 9 kiçikdir işarəsi olmalıydı. Bu artıq yanlış oldu. Eyni şəkildə 596 da 659-dan kiçikdir, 659 da 699-dan kiçikdir. Bu variant səhv oldu. 810 822-dən kiçikdir, doğrudur. 822 də 830-dan kiçikdir, bu da doğrudur. Amma 830 828-dən kiçik deyil. Niyə? Çünki 830-un onluqlar mərtəbəsində 3 durur, 828-də isə 2 durur. 3 2-dən böyükdür, kiçik deyil. Bu ardıcılığı pozdu. Deməli, doğru olan cavab A variantında oldu. 3 yüzlük, 2 onluq, 4 təklik ilə 1 yüzlük, 5 onluq, 4 təkliyi toplasaq neçə alınır? Alt atı toplayaq. 4 ilə 4 8, 2 ilə 5 7, 3 ilə 1 4. Cəm oldu 478. B variantı doğru cavabdır. Aşağıdakı toplama əməllərindən hansının nəticəsi ən böyükdür? Bunu tapmaq üçün əvvəlcə hər üçünü toplamalıyıq. 3 ilə 2-nin cəmi 5, 7 ilə 1-in cəmi 8, 2 ilə 4-ün cəmi 6. 685 elədi. 2 ilə 4-ün cəmi 6, 0 ilə 2-nin cəmi 2, 5 ilə 1-in cəmi 6, 626 elədi. 2 ilə 7-nin cəmi 9, 5 ilə 1-i toplayanda 6, 3 ilə 2-nin cəmi 5, 569 elədi. Müqayisə eləyək. Aralarında ən kiçiyi 569-dur. Düzdürmü? Çünki onun 5 yüzlüyü var, digər ikisinin amma 6 yüzlüyü var. 685 ilə 626 arasında isə 685 daha böyükdür. Niyə? Çünki onun onluqlarında 8 durur, 626-da isə 2 durur. 8 2-dən böyükdür. Deməli, aralarında ən böyük olan nə oldu? 685. A variantı doğru cavabdır. Verilən rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazılan ən böyük ədədlə ən kiçik ədədin cəmini tapın. 7, 2, 3 verilib və bu 3 rəqəmdən 2 fərqli ədəd yaradacaq. Birinci ən böyük olmalıdır. Ən böyük olması üçün yüzlüklər mərtəbəsində ən böyük rəqəmi qoymalıyam. Onluqlar mərtəbəsində ondan bir qədər kiçiyi, təkliklərə isə ən kiçiyi. 732 yazılı biləcək ən böyüyüdür. Ən kiçiyi tapmaq üçün tam tərsi. Yüzlüklər mərtəbəsində ən kiçiyi qoyacağım. Onluqları ondan bir qədər böyüyü, yüzlüklər isə ən böyüyü, təklikləri isə ən böyüyü, 7-ni yəni.
İkinci ədədim də oldu 237. Yəni yazıla biləcək ən kiçik ədəd 237-dir. Ən böyük 732, ən kiçik 237. İndi bunların cəmi neçə olacaq? 2 ilə 7-nin cəmi 9, 3 ilə 3-ün cəmi 6, 7 ilə 2-nin cəmi 9. 969. B variantı doğru cavabdır. Fərqi tapın, hesablayaq. 7-dən 4 çıxanda qaldı 3, 8-dən 7 çıxanda qaldı 1, 4-dən 2 çıxanda qaldı 2. Cavabımız oldu 213. C variantı doğru cavabdır. Sual işarəsinin yerində hansı ədəd olmalıdır? Baxaq, əvvəlcə 45-dən 5 çıxırıq. 45-dən 5 çıxanda qalacaq 40. Deməli, ikinci xanaya 40 yazılmalıdır. 40-ın üzərinə 20 gələndə neçə eləyəcək? Əlbəttə ki, 60. Sən demə, üçüncü xanaya, yəni sual işarəsinin yerinə 60 uyğun gəlir. B variantı doğru cavabdır. 68 ədədini onluqlara qədər yuvarlaqlaşdırdıqda necə dəyişir? Gəlin yuvarlaqlaşdıraq. 68. Onluqlar mərtəbəsində durur 6. 6-dan sonra 8 gəlib, 8 5-dən böyükdür. Deməli, 70-ə yuvarlaqlaşacaq. İndi əvvəl 68 idi, yuvarlaqlaşanda oldu 70. Necə dəyişdi? 70 çıxılsın 68, yəni 2 vahid artdı. A variantı doğru cavabdır. Fermada 175 ədəd qoyun, ondan 53 ədəd az inək var. Fermada cəmi neçə qoyun və inək var? Qoyunların sayını bilirik. 175. İnəklərin sayını bilmirik neçədir. Amma onu bilirik ki, qoyunların sayından, yəni 175-dən 53 vahid azdılar. 175 çıxılsın 53. Şərtdə bizdən bütün heyvanların cəmini tapmağımız istənir. Gəlin əvvəlcə inəklərin sayını kənarda alt-alta çıxaraq tapaq. 5-dən 3 çıxanda qaldı 2, 7-dən 5 çıxanda qaldı 2, 1 də olduğu kimi düşür, elədi 122. Deməli, 122 inək var, 175 qoyun var. Cəmi nə qədər olacaq? Bunu tapmaq üçün 175 ilə 122-ni alt-alta toplayaq. 5 ilə 2-nin cəmi 7, 7 ilə 2-nin cəmi 9, 1 ilə 1-in cəmi 2, 297. Sən demə, fermada cəmi 297 heyvan var imiş. A variantı doğru cavabdır. Aşağıdakı çıxma əməllərindən hansının nəticəsi digərlərindən kiçikdir? Əvvəlcə gəlin hər 3 çıxma əməlini yerinə yetirək. 7-dən 5 çıxanda qaldı 2, 1-dən 0 çıxanda 1, 4-dən 2 çıxanda 2. Elədi 212. 3-dən 1 çıxdım 2, 4-dən 2 çıxdım 2, 5-dən 1 çıxdım 4. 422. 8-dən 5 çıxdım 3, 5-dən 1 çıxdım 4, 3-dən 2 çıxdım 1. 143. 212, 422, 143. Müqayisə eləsək, 212-də 2 yüzlük var. 422-də 4, 143-də 1. Deməli, ən kiçiyi hansıdır? Əlbəttə ki, 1 yüzlük olanı, yəni 143. Cavabımız oldu C variantında. Məchulu tapın. Toplanan cəm. Məchul toplanan tapmaq üçün nə edəcəyik? Cəmdən, yəni 465-dən müəllim toplananı, yəni 213-ü çıxacaq. 5-dən 3 çıxdım 2, 6-dan 1 çıxdım 5, 4-dən 2 çıxdım 2. Deməli, məchul toplananımız 252 imiş. C variantı doğru cavabdır. Kostyumun qiyməti 153 manat, paltonun qiyməti isə 276 manatdır. Kostyum paltodan neçə manat ucuzdur? Bunu tapmaq üçün nə edəcəyik? Paltonun qiymətindən, yəni 276-dan, kostyumun qiymətini, yəni 153-ü çıxacaq. 6-dan 3 çıxanda qaldı 3, 7-dən 5 çıxanda qaldı 2, 2-dən 1 çıxanda qaldı 1. Deməli, kostyum paltodan 123 manat ucuzuymuş. A variantı doğru cavabdır.